Qayalıqda xəzinə axtarışı. Bir yay günündə Tom Sawyer və ən yaxın dostları, Jackie və Jim söhbət edirdi. Tom dostlarına dedi, dostlar, eşitmişəm ki, kəndin kənarında yerləşən qayalığın içində piratların gizlətdiyi xəzinə var. Kim tapsa, böyük sərvətə sahib olar. Jackie gülümsəyərək cavab verdi. Mənim üçün sərvət, dostluq və macəradır. Gəlin birlikdə gedək, onu tapmaq üçün çalışaq. Jim isə həyəcanla dedi. Amma ora təhlükəlidir. Diqqətli olmalıyıq. Buna baxmayaraq üç dost gizli plan qurdu. Axşam düşəndə ulduzlar altında evlərindən çıxıb, səssizcə qayalığa doğru getdilər. Hər birinin ürəyində həm qorxu, həm də həyəcan vardı. Qayalığa çatanda hava soyuq idi. Ağacların yarpaqları xışıltı ilə titrəyirdi. Tom diqqətlə torpağı qazaraq, köhnə, bozarmış bir xəritə tapdı. Xəritədə böyük bir X işarəsi vardı. O dostlarına göstərərək dedi, baxın, bu işarə xəzinənin yerini göstərir. Amma xəritədə çoxlu çətinliklər və təhlükələr də vardı. Dik yamaclar, dərin yarğanlar, gecənin qaranlığında gizlənən vəhşi heyvanlar. Tom dedi, bir-birimizə dəstək olmalıyıq. Diqqətli və ağıllı davranmalıyıq. Onlar yavaş-yavaş irəliləməyə başladılar. Hər addımda bir-birlərini qoruyurdular. Bu onların dostluğunu daha da gücləndirirdi. Günün sonunda xəritədə göstərilən yerə çatıb, torpağı qazmağa başladılar. Çox yorulmuşdular, amma səbirlə çalışırdılar. Nəhayət torpağın altında böyük bir dəmir qutunu tapdılar. Tom onu açdı və içindən qızıl pullar, qiymətli daşlar və parlaq zinət əşyaları çıxdı. Uşaqlar sevincdən tullanıb düşürdülər. Tom qışqıraraq dedi, biz bunu bacardıq, bacardıq, dostluq və cəsarət qazandı. Kəndə çatanda bütün sakinlər onları qəhrəman kimi qarşıladılar. Kəndin ağsaqqalı dedi, siz təkcə xəzinəni deyil, həm də əsl dostluğu və möhkəm birliyin gücünü qazanmısınız. Tom və dostları xəzinəni kəndlilərlə paylaşdı. Çünki bilirdilər ki, xoşbəxtlik paylaşdıqca artır.